Не, на самом деле не так все. Birinci növbədə bu arıqlamaq, nə bilim, çəki atmaq özünüzə lazımdır. Bu po большому счету Günan xanıma o lazım deyil. O özümüz üçün lazımdır. Öz sağlamlığımızdır. Burada mənfi komment yazanlar çalışır biraz. Olur. Yox, normaldır, olur. Elə bu hələ yaxşıdır, elə pis söz yazmırlar. Hərdən bir elə sözlər yazırlar. Vay. Kstati, biləsiniz, kim ki mənfi şeylər yazır, indi əgər hansı ki da demirəm özümü, kimsə şikayət eləsə, prəmoy polisə yaxşı. Polis gəlir belə. Qəbra. Olub bir dəfə mənim bir tanışım var, götürüb qıza pis söz yazıb. Qız da verib onu polisə. Yox da biz burada nə edirik ki, siz bizə nəsə pis söz yazırsınız? 2 gün ərzində onun pis sözünü eynədilər. İndi çox apasındır böyle şeyler. Поэтому kimsə nəsə pis söz demək istəyirsə, götürsün balışı qışqırsın orada. Вот и все. Mən belə gəlirəm, mənə effekt gəlir. Belə gedirəm, istəmirəm. Mən necə eləyim məndən effekt getsin? Nə effekt var mı? Mən necə varım da baba, belə deyiləm. Mən orada nəsə bayaq elə bil özümə qoymuşdum, amma olmasa daha yaxşıymış. Sağ tərəfdən də bu effekt. Belə, diyetanı neçə eləyirsiniz? Qiymətlərlə bağlı, ümumiyyətlə məlumatla bağlı 051, yazın zəhmət olmasa moderator, 051 613 0003, 051 613 0003. Öz 050 də var idi axı. Onun 050-si də var, 050 də var, 51 də var. Hansına istəyirsiniz yazın. Hər ikisini yazın da orada. Hə. Səhifənin adı yuxarıda, surətli arıqlama Azərbaycan. Mənim səhifəmdə 15 günə 10 kilo arıqlamışam. Ay nə gözəl. Görüm hansı pasientimizdir? Samirə. Super diyetolog. Gör nə qədər pasientin var ki, yadından çıxır. Çoxdur, pasient çox. Siz ad, yəni... Bir də mən yaddan çıxarım. 1000 dənə məsələn Leyla var, 1000 dənə Aygün var. Mən hamı yadda saxlayım. Amma bir dənə anar var deyəsən. Bir dənə anar Cəllov var. Mən inanıram ki, düzgün qidalamaqla xeyli arıqlamaq olar. Bəli, niyə olmasın? Niyə axı mümkün olmasın? Nə var ki burada? Burada bir çox çətin bir şey yoxdur. Bu dünyada arıqlamağın yeganə yolu diyetadır da. Ən birinci başlıca yolu. Can boğazdan gəlir. Siz nə yeyirsiniz, ondan da ibarətsiz. Ən birinci yol diyetdə, onu deyirsiniz, mümkün deyil. Biraz məntiq. Məntiqlə fikirləşəndə, arıqlamağın yeganə yolu diyet saxlamaqdır. Sadəcə. Все просто. В этой жизни все просто. Nичего sложного. Hamısı deyirlər, все гениальное, простое. Mən sizinlə 11 kilo arıqlamışam. Nə gözəl. Görürsən? Ünvanınız haradır? Ünvanımız 20 yanvarda yerləşir. Amma gələ bilməyənlər onlayn qoşulsunlar. Mən avtomat kimi hamı ilə işləyirəm. Da, indi просто bağışlayın, nəsə kiməsə cavab verə bilmir. Canlıdayıq. Как похудеть? Легко. Вот здесь мой диетолог. Ее зовут Гюнан Ханым. Сверху ее номер телефона. Она вам даст программу. Вы будете придерживаться этой программы. Нет, без всякого спорта. Будете придерживаться программы, но не выходить из нее. Обязательно, постоянно ее надо использовать. Так, как написано, так и делать. В какое время, когда, что, почему и зачем. И все. И, конечно же, не срываться. Потому что сорветесь, если вы. Все. Тогда это я понимаю, это очень сложно. Но для начала сложно. Потом не очень сложно. Первый месяц. Bir ay. Çətin olur. Ondan sonra уже adam deyir ki, ayda nə yaxşı. Mən çörəyi yadımda 4 nə vaxt yemişəm. Düzdür, Günan xanım mənə yazır. Səhər-səhər olar qara bir kusok yeməyi. Mən heç onu da yemirəm. Daha onu yemirəm. Deyirəm, yox, Günan xanım deyir ki, sən necə adamsan. Heç o özü də deyir, mən heç olsa bunu ye də. Gəzməksiz. Anlar bəy nə gəzib, nə idman edib, heç nə eləməyib də, sırf bizim diyetləri saxla. Amma bəlkə də gəzsəydi bu dəqiqə 50 kilo arıqlayar. Yox, mən gəzsəm, mən bir ara biraz elə bir soyuqlar keçmişdi, amma isti də döyür idi. Bir həftə gəzdim, mən vapşi çox attım. Sıraz bir həftəyə özü 3 kilo momentanla getdi. Birinci həftə 5 kilo deyəsən, sizdən getmişdi. Birinci həftə, birinci həftə başlayandan sonra 5 kilo sırazu getdi. Ondan sonra bir 15 günə də bir 10 kilo da getdi. 8-10 kilo arası. Diyet proqram üçün zəhmət olmasa 051 613 0003 yuxarıda qeyd etdiyimiz 050 ilə də var. Varsa hər ikisini də yazılır. Yuxarıda qeyd etmişik. 050 görürsünüz, və yaxud 51. yazılıb. Burada bəlkili.
bərkitmişik. Bəlkə dilib. Mən də istəyirəm. Bahadır qiymət, xeyr, ucuzdur. Ay cəmaət, qiymət nədir? Öz canınızdır, qiymət yoxdur burada. Yox, 1000 manat, 2000 manat. Bu piylərinizdən, uzaqdan görsəm spam olmuyor. Bu piylərinizdən azad olmaq istəyirsinizsə, bax, Anar bəyin qarnında, hər yerində bax, belə piylər var. Nəinki mənim, 100% sizdə də var. Azad olmaq istəyirsinizsə, 051 613 0003. Yazdım sizə, Rugiya xanım. İmkansızlarda da bizdə proqramlar var. İmkansız deyəndə, yəni biraz büdcə aşağı olan proqramlar bəli var. Yiyəndə heç o şeyi fikirləşmirik ki, imkan var yoxsa yoxdur. Vot imini, hə. Restorana gelirsiniz, 300-400 manat getdi bir gecəyə. Burada neujeli öz sağlamlığınıza... Keçin bizim Instagramda da yazın, Yunanla surətlə arıqla. Instagramda yazın, bir dənə nəticələrimizə baxın. Görün, ümumiyyətlə siz elə nəticələr görmüsünüz, hansı ki bizim nəticələrimiz. Sağ olun, hər gün. 2 litr su içirsiniz hər gün. 2 yox, çox. Yayda çox içirəm. Yəni 2 litrə qədər içə bilərsiniz, litr yarım da içə bilərsiniz. Yox, mən çox içirəm amma. Mən 3-dən yuxarı. Günanım, Aytən. Can. Aytən. Anar bəyi salamlayırıq. Merci beaucoup. Tak что, Günan xanım, mən çox razıyam Günan xanımla. Bizdə çay deyil, Azempik deyil, Manjaro deyil, mədə kiçiltmə deyil, dərman deyil, iynə deyil, idman deyil. Sırf sağlam qida ilə arıqladırıq. Спасибо, Just Me. Necəsən, Just Me? Вот, ребята, я думаю, что мы закругляемся тихо-тихо, потому что уже голова начинает болеть одно и то же. Да. İnşallah bizim də işlərimiz var dayışı. İndi Günan xanım kim ki nə sual vermək istəyir. Əgər siz də qısa zamanda Anar bəy kimi, Anar bəy bir dənə də ora keçir son dəfə. Bax, son dəfə göstəririk, onunla da canlı yayımı bağlayacağıq. Əgər siz də qısa zamanda surətli bir şəkildə arıqlamaq istəyirsinizsə, aylarla, illərlə yox. Bir ayın içində 15, 20, 25 kilo çəki vermək istəyirsinizsə, müraciət edin. Bu Anar bəyin əvvəlki haldır. Bir dənə baxın və bura yazın. Sizcə Anar bəy arıqlayıb yoxsa yox? Bir dənə baxın diqqətlə. Bu da Anar bəyin sonraki halı. Voila. Fransızlar. Voila. This is a me. Mən sevimli pultum deyən. Baxın, fərq var sizcə? İndi baxın bura. Bax pult əlimdə. Düzdürmü? Moderator nömrəni yaz bir dənə. Ekranda çox belə düzgün görsənmir, amma bu pult əlimdəki. Görürsünüz? Buna bax. 051 613 0003 bax. Belə dəyişim keçirtmək istəyirsənsə, bax belə dəyişim. Bu bizim pultumuz əlimdəki. Bax 5-6 kilo yox, 15, 20, 25. 2. 2 pult. 2 pultdan biraz yuxarı. Hə, 2 pult. Bax, hələ bura bax. Buradakı qarın əlliyə bax. O anar hara, bu anar hara. Yenə deyirəm, surətli bir şəkildə arıqlamaq istəyirsinizsə, bağlayırıq, artıq skrin eləyin, saxlayın istəyirsiniz. Ya da bu dəqiqə yazın, telefon əlimdədir, cavablayacağım. 051 613 0003 nömrəsinə yazın, işləyək və sabahdan vaxt itirmədən başlayaq. Nəyə gözləyirsiniz? Artıq çəki, artıq yükdür. Sağlamınıza baxın. Özünüzə baxın. Xeyr, heç bir dəri sallanması olmur. Anar bəydə heç bir çap sallanma olmur. Olsaydı, mən nabrut soruşardım, Günah xanım, mən neyiniyim? Bax, gör hardan hara sallanma var, nə bilim çat var. Nə çat, nə dəri sallanma. Düzgün proqram olanda elə şeylər olmur. Günah xanım da peşəkardır, özü bilir kimlə, necə və nə etmək lazımdır. Xeyr, mədə kiçiltmə etməyib and belə içdi. Yəni insanı o dərəcəyə çatdırsa, insan and içdi. Niyə? Qəbullanın da artıq. Sağlam proqramla, diyeta ilə 42 kilo çəki vermişik, Anar bəy. Вот так вот.